Dünya üçcə gündən ibarətdir. Əl-əms, dünən, işnəhu və lən yəud. Onu yaşadıq artıq. Heç vaxt qayıtmayacaq. Nəişuhu və lən yədumə. Bugün yaşayırıq, amma davamlı olmaya da bilər. Günün sonuna çıxmaya da bilərik. Əl-qad, sabah, lə nədri eynə sənəkun. Sabah bilmirik ki, biz yaşayacağıq ya yaşamayacağıq. Harada olacağıq? Hansı halda olacağıq? Torpağın üstündə mi olacağıq, yoxsa torpağın altında mı olacağıq? Həqiqətən də sənin günün elə bax bu gündür. Bu yaşadığın gündür sənin həqiqi həyatın. Onu ayır Allahın sevdiyi, razı qaldığı əməllərə, yaxşı işlərə. Sabah eləyərəm demə. Dünyada ən qısa hekayə yatan zaman sabah eləyərəm.